Şüuraltı təmizləmə ilə bağlı suallar verirsiniz. Siz bu işlə məşğul olursunuzmu? Bu düzgündürmü? Elmi əsası varmı və s. Birincisi, ifadənin özündə yanlışlıq var. Şüuraltını tamamilə təmizləyə bilməzsiniz. Ən azı bütün fizioloji proseslər şüur altında gedir. Həmçinin psixoloji proseslərin, gündəlik bizə lazım olan həyatımızın bir çox hissəsi şüur altında gedir. Biz bir-birimizi şüur altı ilə tanıyırıq. Ona görə hər gün təzədən tanış olmuruq da. Nə öyrənmişiksə, nəyi avtomatik eləyiriksə, bunları şüur altı vasitəsilə eləyirik. Mən də bu dildə niyə belə danışıram? Bunları sizə hardan deyirəm? Təbii ki, şüur altından. Ona görə də terminoloji olaraq hər şeydən əvvəl bu ifadə düzgün deyil. Çünki şüur altını tamamilə təmizləmək mümkün olsa, yəqin ki, adam 30 saniyədən artıq yaşaya bilməz. Şüur altı təmizləmə asan bir yol kimi səslənir. Elə bil oturacam birinin qabağında, mənə nəsə eləyəcək, özüm əlimi ağdan qaraya vurmayacam və hop, birdən-birə başqa insan olacam. Əgər belə bir yer bilirsinizsə, mənə də deyin. Amma mən Tarix Nadiri Məştubat kimi yarısına qədər oxumasam da 1/4 heç olmasa oxumuşam, belə şey görməmişəm.